Mən Vaqif Məhəmmədoğlu Kərimov, Respublikanın əməkdar artisti, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru. Cənub Regional Televiziyasında çəkilən İzi Yitməyən Cinayətlər bədii sənədli maarifləndirici televiziya layihəsinin 2 bölümündə rol almışam. İzi Yitməyən Cinayətlər çox tərbiyəvi əhəmiyyətə malikdir. Bu layihə xüsusən də gənclər üçün vacibdir. Çünki burada cinayətlər araşdırılır və analiz edilir. Cinayət yoluna düşməmək üçün məsləhətlər görülür. Hörmətli televiziya tamaşaçıları, İzi Yitməyən Cinayətlərə baxın ki, cinayətdən uzaq olasınız.